Adam bugün deyir, Manaf mənim dostumdur, qardaşımdır. 25 yaşında uşaq sənin necə dostun ola bilər? Elman bir söz dedi, bu mənim beynimdə qaldı. Dedi, bu Abır-Həyə bizi öldürüb. İndi bayaq bir məsəl çəkdin ki, mən danışdım, Nişanə xanım Siyavuş Əustadır. Bu mədəniyyətdir də. 25 yaşında uşaq deyirsən, Manaf mənim dostumdur, elə buradan tərbiyəsizliyi bilindirir. Deyə bilər də, Manaf mənim əmimdir, yenə dost ol, deyirəm ki, Manaf mənim əmimdir, yenə olsa dostluq eləyəcək də. Amma sən özündən 40 yaş böyük adama deyirsən ki, Manaf mənim dostumdur. Onun üçün də Elman yerində dedi ki, bu Abır-Həyə bizi öldürüb. Ondan da 5 dəqiqə qabaq sən özün dedin ki, Manaf durdu, danışdı, Nişanə xanım orada nə usta durdu. Bu mədəniyyətdir, tərbiyədir. Manaf, bu reklamdandır. Səncə reklamlara çox oldun, bunlar belə şişdilər, yoxsa droji çox oldu? Yox, mən biraz bilirsən də, çox səmimi, çox buraxdım qabağa, özün çox yaxın hiss elədi. Ondan sonra dost olduq da, belə çox buraxırsan. Məndə də o şey yoxdur da, sən ən azından sən bilirsən ki, yəni mən nə deyirlər, razılaşan adamam. Əslində gendən elə görünmür, amma mən çox yumuşaq adamam. Buradan bizim sənlə çəkdirdiyimiz, sən, Mətənət xanım çəkdirdiyimiz videomuz viral olub. Baxın, Manafın ürəyi o qədər yumuşaqdır ki, Manaf kiçi ilə kiçidir, böyük ilə böyükdir. Manaf təkəbbürlü insan deyir o, bəziləri kimi özləri mən beləyəm. Bilirsiniz, televiziya atalar misalı çəkib də kişilik meyarını göstərmək yeri deyil. Deyir, hünər göstər, bir iz saxla bu dünyada, yəni at saxla. Bugün bəzi kişi müğənnilərimiz çıxır efirdə, bir-iki dənə jargon sözlərdən istifadə edir və ona qonşu Wi-Fi ilə girənlər, ulan deyir, sən əsir görürsən filan kəs, Manaf, buradan ora gedəndə, o yana gedəndə, Manaf lazım olan yerdə lazım olan sözlərini deyir. İndi xətrimə değməyib, bir damcı maraq olsun deyə nəsə eləyib, kimlərisə misal gətirirsiniz, bilirsiniz, deməli Manaf bugünəcən var, olacaq və hələ də öz yerindədir, toylar kralı statusu, onun belə, bax, çiynindədir pagon kimi, o buranında pagonu, səsi də var, 60 yaşı var bugün. O Manafa bəzən fikir bildirən gənclər olur, bəziləri də, söhbət dostlarımızdan gelmir. Sizə bir Manaf yaşına gəlin, çatın, onu qədər hörmət qazanın. Kimsə sizə görə bir... Yaşasınlar 60 il, oxumaq yox, oxumaq olur. Və mən düşünürəm ki, bu günləri hər kəs öz yerini yaxşı bilmir.